Doktor, son zamanlar uşaqlarda müşahidə olunan temperaturun səbəbi nədir? Bəli, son zamanlar bizə ən çox müraciət olunan şikayətlər arasında övladımın hərarəti 39-40 dərəcələrdən aşağı enmir. Evdə hərarət salıcı preparatlardan istifadə etməyimizə baxmayaraq temperaturun tez-tez yüksəlməsinə rast gəlirik. Bu qış fəsli ilə birlikdə gələn təəssüf ki, inflyuenza virusudur. İnflyuenza virus zamanı uşaqlarda hərarət, direncli yüksək hərarət, bundan başqa öskürək, halsızlıq, hətta qusma və ishala rast gələ bilirik. İnflyuenza virusunun xüsusi müalicəsi var. Digər virus infeksiyalarında uşaqlarda yüksək hərarət müşahidə olunduqda evdə hərarət salıcı preparatlardan istifadə etmələrini tövsiyə edirik. Lakin inflyuenza virusuna yoluxduqda, inflyuenza virusuna qarşı antiviral xüsusi preparat vardır ki, onun uşaq xəstələndikdə ilk 48 saat ərzində başlamaları tövsiyə olunur. Ona görə də uşaqlarda öskürək, halsızlıq, əsas da direncli qızdırma müşahidə olunursa, həkimə daha tez müraciət etmələrini məsləhət görürəm. Bəs uşaqlar arasında inflyuenza virusu necə yoluxur? İnflyuenza virusu da digər virus infeksiyaları kimi hava damcı vasitəsilə yayılır. Bu da ən çox bağça və məktəblərə gedən uşaqlar arasında daha geniş yayılmışdır. İnflyuenza virusunun ağırlaşmaları nə ola bilər? İnflyuenza virusu uşaqlarda daha ağır keçə bilər, lakin həyati təhlükəsi yoxdur. Sadəcə olaraq müalicə vaxtında başlanmalıdır. İnflyuenza virusunun uşaqlarda ağırlaşmaları otit, yəni orta qulağın iltihabı və pnevmoniya rast gəlmək olur. İnflyuenza virusundan necə qorunmaq olar? Əgər övladınızı virus infeksiyalarından, əsas da yuxarı tənəffüs yolları infeksiyalarından qorumaq istəyirsinizsə, 6 aydan yuxarı uşaqlara qrip peyvəndi olunması tövsiyə olunur.